Gözəl Xankəndindən sizləri salamlayıram. Doğrudan da bugün Xankəndi sözün əsl mənasında qış nağılına bənzəyir. Hər tərəf ağ örpəyə bürünübdür. Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 sm hündürlüyündə qar yağıb. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə təmin olunması üçün işlər görülüb. Yağan qar şəhərdə nəqliyyat hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir. Qurumlar sakinlərə ehtiyatlı olmağı və hava şəraitinə uyğun hərəkət etməyə çağırıb. Onu da qeyd edək ki, bu dəqiqələrdə yağan qar Qarabağa xüsusi gözəllik qataraq qış mənzərəsini daha da füsunkar edib. Hər tərəf ağ örpəyə bürünüb. Xankəndi bütün fəsillərdə olduğu kimi qışda da gözəldir. Bu şəhərin qışı da bir başqa mənzərədir. Gözəl olacaq. Bugün informasiya proqramı üçün.